Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə əsr edilən avar çəkmə və kano üzrə Prezident Kuboku 2026 beynəlxalq reqatasında ilk medalçılar bəlli oldu. Suqovuşanda keçirilən yarışda Azərbaycan da ilk medalını qazandı. 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində bir nəfərlik qayak qayığında 200 metr məsafəyə yarışda Əlimurad Hacızadə ikinci yeri tutdu. Maksim İvliyev qızıl, Martin Wolf bürünc mükafata layiq görüldü. Qaliblər medallar və müxtəlif hədiyyələrlə təltif olundular. Neçə vaxt çalışırdım və bu yarışa hazırlaşırdıq. Şükür Allaha bu gün gümüş medal tutdum. Komandamızda ilk medal qazanan mən oldum və inanıram ki, sabah və bugünkü yarışlarda da qızıl medal tutacağam. Rəqiblərimiz güclü rəqiblərdir, rəqabət yaxşıdır. Qeyd edək ki, reqatada Azərbaycanla yanaşı Çexiya, Gürcüstan, Almaniya, Yunanistan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan turniri aprelin 27-sində Ağdərədə Sərsəng su anbarında start verilib. Aprelin 28-də Mingəçevir şəhərinin mərkəzində yarışın rəsmi açılış mərasimi və paradı reallaşıb. Reqata mayın 1-də başa çatacaq.